Şahmat dünyanın ən qədim və ən maraqlı strateji oyunlarından biridir. Bu oyunun yaranma tarixi 1000 illər əvvələ gedib çıxır. Tarixçilərin çoxu hesab edir ki, şahmatın ilkin forması təxminən 1500 il əvvəl Hindistanda yaranmışdır. O dövrdə bu oyun Çaturanga adlanırdı. Çaturanga sözü sanskrit dilində 4 hissə mənasını verirdi və qədim Hind ordusunun 4 əsas bölməsini, piyadaları, süvariləri, filləri və döyüş arabalarını ifadə edirdi. Oyundakı fiqurlar da məhz bu bölmələri təmsil edirdi. Çaturanga əvvəlcə 4 nəfərlə oynanırdı və zar vasitəsilə bəzi gedişlər müəyyən edilirdi. Lakin zaman keçdikcə oyun dəyişdi və 2 nəfərlik strategiya oyunu formasını aldı. Hindistandan sonra bu oyun İrana yayıldı. İranlılar oyuna şatranc adını verdilər. Bu söz sonradan bir çox dillərdə şahmat sözünün yaranmasına təsir göstərdi. Məsələn, şah-mat ifadəsi fars dilindən gəlir və şah öldü və ya şah çıxılmaz vəziyyətdədir mənasını bildirir. 7-ci əsrdə ərəb fətihləri nəticəsində şahmat İrandan ərəb dünyasına yayıldı. Ərəb alimləri və oyuncuları şahmatın inkişafında böyük rol oynadılar. Onlar bu oyun haqqında kitablar yazdılar, yeni strategiyalar hazırladılar və müxtəlif problemlər yaratdılar. Bu dövrdə şahmat daha çox düşüncə və məntiq oyunu kimi məşhurlaşdı. Sonralar şahmat Avropaya yayıldı. Bu proses əsasən 8-ci, 10-cu əsrlərdə baş verdi. Avropada oyunun bəzi qaydaları dəyişdirildi və yeni fiqur hərəkətləri əlavə edildi. Xüsusilə 15-ci əsrdə şahmatın qaydalarında böyük dəyişikliklər edildi. Məsələn, bugün ən güclü fiqurlardan biri olan vəzir, kraliça, əvvəlki dövrlərdə daha zəif hərəkət edirdi. Lakin Avropada qaydalar dəyişdirildikdən sonra vəzir oyunun ən güclü fiquruna çevrildi. Şahmatın sürətlə inkişaf etməsi ilə yanaşı, bu oyun saraylarda, alimlər arasında və zagiganlar arasında çox məşhur oldu. Bir çox məşhur insanlar şahmat oynamağı sevirdi. Şahmat təkcə əyləncə deyil, həm də düşünmə qabiliyyətini inkişaf etdirən bir oyun hesab olunurdu. 19-cu əsrdə şahmat artıq beynəlxalq səviyyədə yayılmışdı. 1886-cı ildə ilk rəsmi dünya çempionatı keçirildi və Avstriyalı şahmatçı Wilhelm Steiniç ilk dünya çempionu oldu. Bu hadisə şahmat tarixində çox mühüm mərhələ sayılır. Bugün şahmat dünyanın demək olar ki, bütün ölkələrində oynanılır. Məktəblərdə, klublarda və beynəlxalq turnirlərdə milyonlarla insan bu oyunla məşğul olur. Kompüterlərin və internetin inkişafı ilə şahmat daha da populyarlaşmışdır. İndi insanlar dünyanın müxtəlif yerlərindən onlayn şəkildə bir-biri ilə şahmat oynaya bilirlər. Beləliklə, şahmat 1000 illər ərzində müxtəlif ölkələrdən keçərək inkişaf etmiş və bu günə qədər gəlib çatmışdır. Bu oyun insanların məntiqini, səbrini və strateji düşünmə qabiliyyətini inkişaf etdirən ən məşhur zehni oyunlardan biri hesab olunur. Peşə.